Beləliklə yeni cərimələr siyasi. Bu təklifə görə hamı cərimə olunacaq. Cəriməsiz adam qalmayacaq. Deməli ki, maşın sürən, sürməyən, yeriyən, oturan, uzanan, nəfəs alan, görən, eşidən cərimə olacaqlar. Başında ağ tük olan, saqqalında ağ tük olan, sinəsində ağ tük olan. Bəli, orada olanda cərimə olacaq. Sonra kameralar. Kameralar nə ki şəhərdə, hətta binaların blokunda, mərtəbələrində, bütün mənzillərdə quraşdırılacaqdır. Mənzillərdə niyə? Təsəvvür edin ki, çox uşaqlı ailədə tuvaletin spanisi arasında radar qoyuruq. Səhər tezdən hamı deməli tuvaleti qaçanda bir-birini ötmək istəyir, sürət hədə aşır, avarin situasiya yaradır. Buna görə də belə ailələr deməli cərimə olunacaq. Sonra parkda qızla gəzən cərimə olunacaq. Çünki cəmaatın anası bacısı baxıraq. Parkda oğlanla gəzənlər də cərimə olunacaq. Çünki cəmaatın atası, qardaşı baxıraq. Parkda tək gəzənlər də cərimə olunacaq. Soruşun, niyə? Niyə? Cəmaat nəyəsə